çevrəmiz çox genişdir. 10 il, 15 il bundan qabaq mən daha disiplinli və daha çalışqan idim, nəinki indi. Çünki o dövrdə satışım zəif olduğuna görə hər növ sahələrdə, akademiyaya belə, universitetlərə belə, xəstəxanalara belə getmək, yeni müştərilər axtarmaq üçün çalışırdım. Davamlı şəkildə özümü inkişaf etdirməyə başladım. Təsərrüfatımızı böyütdük və Azərbaycan reallığında çox təəssüf ki, belə bir tendensiya var ki, sən əgər məhsulu əlində aparırsansa, maşınla aparmırsansa və yaxud da sadə bir maşınla aparırsansa, o alıcı sənə inanmayacaq və düşünəcək ki, əgər sənin böyük təsərrüfatın varsa, sən bahalı maşın sürməlisən. Bizim bu maşını sürməyimiz bizim özümüzü göstərmək və fərqli olmağımızı yox, sadəcə bəzi alıcıların istəklərinə cavab vermək baxımından. Bu maşına biz ən maraqlı detal ondan ibarətdir ki, arını köçürərkən qoşqu qoşurduq və arı daşıyırdıq, arı məhsulları aparırdıq ora-bura və tez-tez insanların küçələrdə mənə qəribə reaksiyalarından üzləşirdim. Yanından keçən insanlar mənə deyirdi ki, heyif deyilmisən bu maşını sürürsən. Hərə bir söz artıq mən biraz da bezdim. Dəfələrlə postlarda bizi saxlayırdılar ki, bu maşın bu qoşqu ilə gedirsə, burada nəsə qəribə bir hal var. Yəni, nə üçün bahalı maşını qoşqu üçün istifadə edirsiniz. Ancaq mənə bir dənə ağsaqqal kişi gözəl bir söz dedi, onun o sözü məni ruhlandırdı. Dedi ki, sən bu maşını əgər balla alıbsansa, sən nədən utanırsan? Hətta bizim dostumuz maşında qoşqunu görəndə humorist şəkildə dedi ki, indi sənin qoşqu ilə görəndə insanlar deyəcək ki, bunun qoşquya qoşduğu maşın budursa, gör bunun digər lüks həyatda sürdüyü maşın hansı ola bilər. Halbuki biz bu maşını, arıçılıq təsərrüfatını illərlə böyüdərək əldə etmişik və arıçılıq elə bir sahədir ki, burada davamlılıq prinsipi çox vacib şərtlərdən biridir. Yəni bizə baxıb çoxlu arıçılıqla məşğul olan, arıya meylənən insanlar var. Onlara mən məsləhət görmüşəm ki, birinci siz bizdən balı götürüb satın. Satış həyata keçirə bilsəz, nəticə əldə edə bilsəz, ondan sonra artıq maddi maraq, pul sizi arıçılığa istər-istəməz gətirəcək. Çünki arıçılıq çox çətin sahədir. Ancaq maddi motivasiya insanı hər bir çətinliklərdən üzü ağ çıxarmağa vadar edən keyfiyyətdir. Hətta insanların mənə çox saylı xoş rəyləri sonradan ondan ibarət olur ki, biz səndən ona görə ticarət edirik ki, sən bizi həmişə haqsız hücumlarımıza səbrlə cavab veribsən. Artıq bizim qürurumuza toxunacaq heç nə deməyibsən. Ancaq bizə nəyisə izah edibsən. İzah etmək və ünsiyyəti xoş rəftar üzərindən qurmaq biznesin ən böyük sirridir. Digər bir sirr ondan ibarətdir ki, bəzən bizim sahədə internetə, texnologiyaya, müxtəlif vasitələrə çoxlu pul yatırıb oradan alıcı cəlb etmək. Bu ən çətin bir variantdır. Çünki biz həyatda tanıdığımız və bizi tanıyan insanların digər insanlara təqdim etməsi üzərindən bu biznesi qura bilərik. Mənim internetə yatırım etməyimin əvəzinə alıcıları məmnun etmək, yeri gələndə onlara təmənnasız arı məhsulları təqdim etmək bizim inkişafımız üçün çox böyük rol oynayır.